ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb. Dəməşq bildirir ki, bu qərar xarici investisiyaların cəlb olunması və iqtisadiyyatın bərpası qarşısında duran mühüm maneələrdən birini aradan qaldıra bilər. Qərar ABŞ administrasiyasının Suriyanın siyahıdan çıxarılması ilə bağlı niyyətini açıqlamasından sonra, Konqresdə nəzərdə tutulan 45 günlük baxış müddətinin başa çatmasından sonra qüvvəyə minib. Ümid edirik ki, bu son maneənin aradan qaldırılması iqtisadi vəziyyətin yaxşılaşmasına və Suriyanın qlobal maliyyə iqtisadi sistemə yenidən qoşulmasına imkan yaradacaq. Bu addım eyni zamanda Suriyaya investisiyaların artmasına və ölkəyə maliyyə axının genişlənməsinə şərait yaradacaq. Suriya 1979-cu ildən etibarən ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısında yer alırdı. Suriya rəsmilərinin sözlərinə görə, bu addım xarici investisiyaların artmasına, bank əlaqələrinin genişlənməsinə və uzun illər davam edən münaqişə və iqtisadi məhdudiyyətlərdən sonra ölkənin bərpasına töhfə verə bilər. Terrorizmi dəstəkləyən dövlətlər siyahısında olmaq Suriyaya xarici yardımın göstərilməsinə, müdafiə sahəsi ilə bağlı ixrac əməliyyatlarına və müəyyən maliyyə əməliyyatlarına məhdudiyyətlər tətbiq edirdi. Bu amil Suriya ilə əməkdaşlıq etmək istəyən şirkət və banklar üçün əlavə maneələr yaradırdı.